Məni xalam oğluna verirlər. Hələ də bu söhbət qalır? Yox, amma xalam oğlu qalır. Harda? Şəhərin düz mərkəzində. Neçə otaq? Qanuni 3 otaq, 120 kvadrat, super təmirli, əşyalı gir yaşam mənzil. Onda düz eləyirlər. Kimlər? Sənə xalanın oğluna verənlər. Mənim bircəyəm var. Altın moyka üstü çayxana obyekt. Yox, qaçırt məni. İndi hansı dövrdə yaşayırıq? Texnologiyanın insan həyatını, düşüncələrini və münasibətlərini yenidən formalaşdırdığı rəqəmsal transformasiya dövründə. Necə qaçırdım səni? Dədə-baba qaydası ilə gecə gəl bizə, məni bir xalçanın arasına, at çiyninə qaçırt. Xalça? Mavi xalda olan xalçalar İran, Türkiyə, Azərbaycan xalçaları mövcuddur. Əl ilə işləri var, fabrika xalçaları var. Misal üçün, tərkib olaraq yun, ipək, pambıq, akril və s. Alıram. Bu xanımı bu xalçayı bükə bilərsiniz? Siz bu xalçanı nə üçün almaq istəyirsiniz? Çünki şəhərin mərkəzində evim yoxdur.